Salam dəyərli izləyicilər. Bugün Mart ayı üçün ən uğurlu bürcləri sizinlə paylaşacağıq. Hər bürcün bu ayda hansı sahələrdə irəliləyiş əldə edəcəyini və hansı fürsətlərin onları gözlədiyini öyrənəcəyik. Videoya başlamadan əvvəl kanala abunə olmağı unutmayın. Oxatan bürcünün nümayəndələri Mart ayında azadlıq və macəra arzusu ilə dolu olacaqlar. 19 Martda Günəş və Neptun birləşəcək və bu da ailə və şəxsi münasibətlərdə sezgilərinizi gücləndirəcək. Əgər hələ də özünüzü tək hiss edirsinizsə, təhlükəsiz və səmimi münasibətlər qurma fürsətini dəyərləndirin. Həmçinin gəlir mənbələri və karyera sahələrində yeni fürsətlər önə çıxacaq. Həyatınızdakı bu mühüm dəyişiklikləri qaçırmayın. Əkizlər bürcünü gözləyən ən yaxşı şeylərdən biri sosial əlaqələr və ünsiyyət olacaq. 19 Martda baş verən Günəş-Neptun birləşməsi ilə əlaqə qurmaqda çətinlik çəkməyəcəksiniz. Əkizlər, sezgilərinizə etibar edin və insanlarla əlaqələrinizdə daha da dərinləşin. Bu ay özünüzü ifadə etmək və başqaları ilə əlaqə qurmaq üçün çox uyğun bir vaxtdır. Yeni yoldaşlar və dostluqlar sizin üçün əhəmiyyətli ola bilər. Əkizlər, sosial mühitinizdə özünüzü daha güclü hiss edəcəksiniz. Dolça bürcünün nümayəndələri Mart ayında zehni yenilənmə və sosial əlaqələrdə inkişaf edəcək. Bəzi köhnə əlaqələr yeni imkanlar təqdim edəcək. Dolça bürcü həmçinin özünü daha güclü hiss edəcək və uzun zamandır gözlədiyiniz dəyişikliklərə doğru irəliləyəcəksiniz. Əgər siz kreativ və yeni fikirlər üzərində işləyirsinizsə, Mart ayında uğur əldə etməniz mümkündür. Bəs siz necə düşünürsünüz? Hansı bürc bu ay həyatında uğur qazanacaq? Hər hansı bir bürc xüsusi diqqətinizi çəkdimi? Şərhlərdə bizimlə fikirlərinizi bölüşün və Mart ayında öz uğurlu təcrübələrinizi bizimlə paylaşın. Videonu bəyənməyi və abunə olmağı unutmayın, çünki hər ay bürclərinizlə bağlı ən son proqnozları bizdən izləyə bilərsiniz.